Salam dostlar. Sizin için Park Yasamal 2'den sonuncu mərtəbədən burada blokun balkonundan video çəkirəm. Baxın, belə görüntüdür. Bu binalar biraz deməli aşağıda olduğu üçün üzbəüz bina ondan hündürdür. Bura göldür. Baxın, o iki binanın arasında maşın bazarı görsənir. Bugün hava tutqundur və baxırsınız, orada bulvar da görsənir. Yəqin ki, buradan Salyut geçen görsənəcək 31'i. Ben burada olacağım. Yani yəqin ki. Və sizə çəkəcəm. Bu da Midanın evləridir. Bu da Park Yasamal 3'dür. 3'ün həyəti, evləri və o tərəfdə də Mida. Flame Tower, televiziya, gülləsi və həyət. Axşam bura çox qəşəng olur, işıqlı olur. Çəkməyə alınmadı. Başka gün çekerim. Buradan da size böyle bir görüntü çekeyim. Bura dikilen Yasamal 3'tü. Burası ise 2'di. Ve çıktık biraz markete, biraz alışveriş. Bura böyle bir yer de var burada. Hem idman aletleri var. Bura Mida'dır. Hem uşaqlar üçün. Burada var, görürsünüz. Yayda bura açıq olur, qəşəng olur. Və kafe, çayxana, avtobus dayanacağıdır burada. İşləyir 9B, 7B, 9, bir də 10 nömrəli marşrutlar. Belə, sağ olun dostlar. Burada görürsünüz, tikinti hələ gedir. Gölün ətrafıdır. Oradaki evler söküləcək, deyirlər, yol açılacaq. Bu tərəf hardansa çıxır, yol düz Asan xidmətə, Yasamal Asan xidmətə və deyirlər ki, elə bir yol olacaq. Belə, sağ olun dostlar. Yeni il ərəfəsi hamınıza arzu edirəm ki, yeni iliniz uğurlu gəlsin. Evli, eşikli olasınız. Kim arzusundadır. Sağ olun.